Niva ilə Çinə gedən qardaşımız. Həyatımın ilk Çin sürücü 5-ci bölüm. 300 dənə Spartalı. Orada 8 dəfə follow olaysa 300 oluram həqiqətən. İndi fikir verdim. vəsiqəsi. Bu da Çin nömrə Niva sürüsə mən 90 getdim. günlük. 5-ci bölümü izləyirsiniz. Adi günlərim 3 ay oradadır. biri biz hardayıq? 8 saat yoxlamadan sonra Xarqosdayıq. Sərhəd yoxlanışında bu Adildir. Bizim bələdçi əslən Uyğurdur və buralarda yaşayır. Bizə bələdçilik eləyəcək. Hamı Nivanı görür, inansız şəkil çəkdirir. Deyir, bu nə maşındır, nə bu? Burada yanacaq doldurma məntəqəsində pasport istəyirlər, əcnəbiyəm deyən. Gəlib yazmalıyam. Bax, belə şey olar. Yes. Fincan əyalətində yanacaq vuranda əcnəbilərdən pasport istəyirlər. Yəni qayda belədir. Amma digər yerlərdə yoxdur. Qeydiyyatdan keçirik, yanacaq doldurmaya daxil oluruq. Görürsünüz bu vloqda nələr öyrənirsiniz də, fərqli adətlər, ənənələr. Bəli, 2 manat 20 qəpiyədir yanacaq burada. Yengənlə xoş gəlmisən. Nivadan əsər əlamət qalmayıb, hə? 95 vururuq. Bu xanımlar da bayaqdan bizi izləyir. Nivanın şəkil çəkdirirlər. Heç Nivanın nə olduğunu bilmirlər. Biz Niva dəlləri. tanımırlar. İndi şirinlikdir də eləyirlər də. Yanacağı vururuq Tambak və gedirəm Alipay ödəniş sistemi ilə. Burada digər ölkələrinin bank kartları işləmir. Yalnız Alipay'dən istifadə edirik. Və navigatorlar da burada işləmir. Gəlsəz Çinə mütləq bu haqqda məlumatınız Nə? Nə? Navigator işləmir? Google Maps işləmir? olsun. Beləliklə qalacağımız otelə gəlirik. Sabah edəcəyimiz prosedurlar var. Nömrə alacağıq, sürücülük vəsiqəsi alacağıq. Bəli, bu prosesləri görəcəyik. İşləmir. Oo. Siz Xarkov Google Maps işləmir. şəhəri Xarkos? kiçik bir şəhərdir, amma Xarqos əhalisi bu Nivanı necə sevir, sözlə ifadə edə bilmərəm. Adil işlədirik və Adillə gəlirik otelə, İbişə gəldin. otağa yerləşirik və otelin O yox, bu gözəlliyi yox. bizi heyran edir. Çox səliqəli, gözəl oteldir. Otağa daxil Bu belə oluruq. verəcəm. Görürük ki, nə qəşəng, nə Yaxşıdır. qəşəng. Burada da siqareti hər yerdə çəkirlər. Mütləq bura gələndə otel sifariş edəndə siqaret çəkilməyən otaq seçin. Gedirik yemək. Senin siqaret çəkdiyini heç ümumiyyətlə düşünməzdim də, yəni Çindəkilərin. Adilə deyirəm ki, ay Adil, burada Onların yaratdığı proqramı işlətmək lazımdır. Ha. Uyğur restoranı var, bizim ağız dadımıza uyğun. Dil var. Adillə də anlaşırıq. Azərbaycan dilini demək olar ki, onu öyrətmişəm. Bizim dil çox yaxındır onların dilinə. Bir dənə çay deyirik balla, burada çay balla gəlir. Sonra keçirik yeməyə. Kabab gəlir, Uyğur kababı çox dadlı olur, müxtəlif yeməklərdir. Onlar da çox dadlı idi. Hesabı da Adil verir. Deyirəm Allah Adil sən canı sağ eləsin. Deyir bizim şirkət tərəfindən sizə hədiyyə. Bizi bura, yəni bu işləri bizim üçün şirkət görür və yolda belə bir qaysı satan görürəm. Dayı 40 yuan eləyir, 3-4 kilo alıram. Axşam yeyirəm bunu. İnansız səhərə qədər qarnım ağrıyıb. Bu qarın ağrısı bizdən əl çəkmir də. Səhər yeməyinə gəlirik. Keçən dəfə gələndə də bu otellərdəki səhər yeməyini heç vaxt bəyənməmişəm. Öz yeməkləri, öz adətləri, ənənələri var. Səhər açıldı, Adil gəldi. Yenə maşının ətrafına qarışqa kimi yığılıblar. Deyir, bu hardan gətirmişsən? Deyirəm, maşınında nə var? Bizdə doludur. Deyir, very nice car. Deyirəm, nə gözəl. Bundan sonra mikrorayona keçək. Sın. Bu repin müəllifi Adildir, bizim bələdçi Adil. Bəli, Adil həm də reperdir. Boşluqda referlik eləyir hamısı. Və gəldik belə bir idarəyə. Biz avtomobilin tex pasportunu və sürücülük vəsiqəmizi Çin sürücülük vəsiqəsi ilə və Çin tex pasportu Azərbaycanlı olduğunu demədən göstər. ilə əvəz eləyəcəyik. Maşını müayinə də etdirəcəyik və dostlar, yəni Azərbaycan sürücülük vəsiqəsi burada tanınmır. Ona görə də bu prosedurlardan keçməliyik. Çinin qaydaları budur. Mən sizə dedim, proses böyük və uzundur. Hələ bundan sonra bir neçə prosesimiz də var. Gəl. Bunlar da asan xidmət Nəfəssiz atmır. Və bir də Yorulub da. nömrəni dəyişəcəyik. Yəni əlavə nömrə taxacağıq. Çin nömrəsi. İmmiqrasiya idarəsində işimizi bitirdik. Müxtəlif sənədləri bura təqdim etdik. Adil bizi aparır.
Nə oğlu yazılmışdı orada? İdarəsində işimizi bitirdik. Hə, başa Bir düşdüm. müxtəlif sənədləri bura təqdim etdik. Adil bizi aparır. Qanunları, qaydaları digər yoxdur, işlərin çoxdur. ardınca. Hə. O idarədə işimizi bitirdi. İndi gedirik növbəti prosedurlardan keçməyə. Sola qayıdım. Baş ağrıtsız heç Görürsüz də nə qədər turist kimi çətinlikdir getmək də olmaz Sinə onda. maşınla gəlmək. Bəli, mini maşınla ilk biz gəlmişik. Bəzi tırlar gəlir, gedir, biz tırdan danışmırıq. Mini maşını ilə Azərbaycandan Sinə gələn ilk Azərbaycanlılar bizi. Sənədləri müxtəlif yerlərdən yığdıq, hazırladıq və gəldik növbəti yerə. Qardaş Azərbaycanca danışdıram artıq. Və bir də o deyim ki, dostlar, texniki baxış yeri bizdə necə olur Xırdalanda? Yəni eyni texniki baxışdan keçəcək maşınımız. Əgər maşınımız texniki yararlıdırsa, bizə bu sənədi verəcəklər. Sol, düz, ha. Turist üçün problem yoxdur Amir. Qanunları deyil çox da. Bunlar maşın gətirəcək, onu bilirəm. Maşının alıntıda sıx ikən Qabağında. Nə görürsən? Yoxdur sözünü necə oxudun? Və bu yerdə hara gəldik? Yol polisi Bundan əvvəl çox dəhşətli bir qorxulu adi günlərdən biri yazıb burada. Dəhşətli qorxulu bir kino izlədik. Sözləri qarışdırıram da indi çığını yoxmuşam. idarəsinə, yəni belə deyək, bizdə prava verilən yerə və şəkil çəkdiririk, müxtəlif prosedurlardan keçirik. Birazdan vətəndaşlıq da qəbul edəcəyik. Vəsiqəmiz dəyişir. Gördüyünüz kimi belə bir şey verdilər. İndi bundan maşın Plus adam alvericidir. Çindən mal alırıq. Yoxsa sponsorluqla falan gedib də mal. VIN nömrəsini kopyalayacaq. Sponsorlar da sağ olsun. Parçona, Çindən use your key. bərk-bərk vurmalıyıq. Mən həqiqətən şokdayam. Bilmirəm, bəlkə Azərbaycanda da belə şey var. Mən ilk dəfə də gördüm. Köpək oğlu inki dayı. Allah nələr görəcəyik, nələr gördük. Bu 47 var, net Daha canlı rekordlar. nömrəsi. Nətər gəldi bura? Çıldaqlıq olmusan. Hə Nuray. Mən hələ də yuxudayam, inanmıram ki, Dəhşət qorxduq, dəhşət. bu maşını bura gətirə bildik. Yəni sürüb gəlmək söhbətini demirik, onsuz biz o eləyirik. Hamı maşın sürə bilər, amma Çin sənədləşməsi çox çətin bir möcüzə. Hatəm bu sərhəddən keçəndə, keçən bölüm. Bunun əməlli başlı moşun yoxladılar. bir şeydir. Bəzən hər şey pul həll eləmir. O vaxtı gələndə də 8 saat baxışdan keçdi. pulumuz vardı 23-cü ildə, amma işə həll eləyənmədik. Əlaqələr, Arada cəmaət Beyin, söydü, it axıl. dedi də, neysə. ətraf mühit, Neysə, neysə. diviziyaya da. Burada Qazax da var, o da qonşusudur. Qonşudular, amma onlar da eyni qaydada girirlər. Yəni Çinə girmək çox müşkül və çətin məsələdir. Sonra bizim sponsorlar haqqında məlumat versuldu. Mebel Fest informasiya Prodan almızda modamı və keçirik biz işimizə. çəkilin. Yes. Belə. Gözləyək, sənədimiz gəlsin. Yarım saat gözləyirik və nəhayət o an gəldi. Dostlar, həyatımın ilk Çin sürücülüyü vəsiqəsi. Baxın, bu Azərbaycan sürücülüyü vəsiqəmdir. Bu da beynəlxalq sürücülüyü vəsiqəm. Baxın, beynəlxalq sürücülüyü vəsiqəsinin heç bir qüvvəsi yoxdur burada. Mütləq bu alınmalıdır. Görürsüz də, çox gəzən, çox bilər. Bu da Çin nömrəm 90 günlük. Neçədir bu? Adı Fəriddir, F veriblər. Bəxtə var bir dənə. 01 17 33. Yenə pistör. Burada işimiz bitdi yol polisində. İndi qaldı texnik Bir də 12 dəqiqədə 10 dəqiqəsi reklam. Bir maşının üstündə yoxdur da. 20 plus reklam. baxış, tex pasportu dəyişmək. Bunu qoyacağıq bura, yapışdırmalıyıq belə. Və yola O maşının qırağındakı qırmızılar var, zapas benzindir. belə davam eləməliyik. Bu da sevinir mənə kimi. Qazaxıstandan gəlib. Necə sevinir? O qədər sevincliyəm ki, həqiqətən bu gün xoş gündür və nəhayət mən rahatlıqla bu Nivanı içində sürə biləcəm. Bizim maşınımızı texniki baxışa salmadılar, ili təzədir deyə, amma digər maşınları salırlar. Belə Adili düşürdürük sərhəddə, onun başqa qonaqları gəlib və biz də gedirik otelə biraz dincələk. Bu Çin sərhədində. gün buradayıq, sabah yola çıxacağıq. Burada xoşuma gələn nədir navigatorda? Baxın,
Eynisi navigatorun özündə də göstərir, yuxarıda da göstərir və 1 saniyə belə gecikmə yoxdur. Mənə görə Çin nömrə 1-dir. Eşq olsun Çinə. Öyrəşmiş Necə eli təzədən? şeyə Adilə adam ayrılmaq istəmir. Deyir axşam yenə görüşəcək, yenə qonaq eləyəcəm sizi. Deyir məsəl Azərbaycan dəvət eləmək. Çində bir qayda da var ki, yol boyu Bu arada səsləndirməsi şeydir. Biraz professional deyil, qəbul edirik. Şeyə görədir o. Yolda məsələn maşın sürür, video çəkildi falan, keçir oturur o bir tərəfdə, başlayır səsləndirməyə. Yolu yəni belə gediblər. Edit hələ maşında olub. ilə bələdçi olur. O ucuz variantıdır. Biz bələdçisiz formanı elədik. Özümüz tək gəzəcəyik. Qalacağımız otelin yanına gəldik və boğçamızı götürdük. Kiki nədir? Yemək bişirmə alətlərimiz hamısı bu boğçanın içindədir. Bəli, Tuşonka Neftçalanski Şonka qəşəng şeydir. hazırlamışdı. Onu datdı, bişirdi. Nə gözəl. Darıxmışdım Azərbaycan yeməkləri üçün. 4 kilo ət var bizim soyuducumuzda. Dolma var, o var, bu var. O Laosa saxlamışam da. Və Çinin dərinliklərinə. Qəbələdən gətirdiyim kəkli otu, bəh. Onunla bir də çay içirik. Darıxmışdım. Və yanında Moskva şokoladı, pabeda və şokoladı yox, belə konfetləri də var və şəkər yoxdur içində. Şəkər Şokolatı tapın da mənə. Bu böyük biraz şokolatından göstərdi. Sponsordur bilirəm. Xoşuma gəldi. Tamam mı? xəstələr də Hardan bilsən? Dedi də. yeyə bilərlər. Bundan əvvəlki videoda da deyir. Stevia deyilən şəkər əvəzedici bir bitki var, ondandır. Ondan var tərkibində daha doğrusu. Almaniyadan Taylanda gedənləri görürük. Adil bu qardaşları qarşılamışdı və biz gedirik restorana. Adil deyir ki, qrup şəklində oturaq, qəşəng bir dənə axşam yeməyi yeyək. Bu səyyahlarla söhbət eləyin. Onlar Germaniyadan gəlib, biri Almaniyadan, biri Londondan gəlib, digəri də Almaniyanın Hamburq şəhərindən gəlib. Pivəliblər. Hatəmin yeri. Və başlayırıq yeməyə. Dəniz məhsulları, Adil də başlayır yeməyə, içməyə. Adil yaman içən imiş. Və Adil almanlarla bir yerdə vurur. Onlar hamısını pozdu. Yazdıqlar, yol gəliblər. Deyir ki, iç. Məncə bu videonu televizorda reklamların yerinə qoysunlar. Yorğunluğun çıxsın. Çin təyyamlarını Televizorda da yayımlardı usta bu. yeyirik, dadırıq. Dostlar da çox Mən bilmirəm. mehribandır. Şirin söhbətlər eləyirik. Biz onlara məsləhət veririk. Otdu xiyardı. Üstünə nə qoyublar? Onlar bizə məsləhət verir. Deyirəm, maşını çox əla dedim, gözü çıxsın, gözü dəyəcək. Və görürəm ki, Adil dayanmır. Gedir buradan alkoqol alır. Deyir 53% belə bir alkoqol var. Turalın dadına bax. Tural o İngilis qardaş Almana da verir. Ban yezəmək bu dəqiqə 53% TikTokda. adam yanar ha. Hamısı vurur, dadına baxır. Bilmirəm Adilin axırı bu gün nə olacaq və çıxırıq buradan digər Evin axırıncı dostlara açanda yola annesi salırıq varlamamış. və biz Adillə gedəcəyik hara? Gedəcəyik davama. Gecə davam eləyir. Bəli, taksi çağırır. Orada 07 də gördük ya. Amma yazıb ki, desən o təyyarə ilə gətirib, dəqiq başa düşmədik. Və davam eləyirik yola və gedirik Xarkosun dərinliklərinə doğru. Burada bir dənə belə bir yerə gəlirik. Otelin aşağısında yerləşir. Adil yerinə Hatəm gedər. Adil oradadır. Adil oradadır. Canlı musiqi, türk musiqiləridir və görürsüz bu formada powerbanklar görürsüz də. Bizim partnyorumuz var, Tez Power. Sağ olsun, var olsun və Adillə sağollaşırıq. Biz də sizlə sağollaşırıq. İnanıram ki, maraqlı oldu. Növbəti vlogda görüşərik. Əla.